Salam, hər vaxtınız xeyir. Ümid edirəm, hər biriniz yaxşısınız. İlham xanım, təşəkkür edirəm. Nə vaxt istəsəz başlaya bilərik, istəsəz gözləyə bilərik, amma başlasaq düşünürəm daha yaxşı olar. Çox gecikdirmədən. Təşəkkür edirəm. Bugün dövlət təhsil politikası üzrə bir seminar keçirdəcəyik. Bu mövzu özüm üçün də çox maraqlı idi. Bir 3-4 il öncə və bu mövzuda bir araşdırmam var, istədim. O araşdırma əsaslı sizlərlə bir seminar keçirdək. Ümumiyyətlə, təhsildə nə üçün dövlət politikası, yəni təhsil ictimaiyyəti, valideyn, müəllim, şagird bundan xəbərdar olmalıdır. O haqda qısaca danışacağıq. Ümumiyyətlə, dövlət təhsil siyasəti nədir deyə başlasaq daha doğru olar. Dövlət təhsil siyasəti, yəni bir neçə fərqli tanımları var. Bunlardan mən bir neçəsini yazmışam. Bunlardan təhsil sahəsində kimin nəyi və nə zaman nə olacağını müəyyənləşdirən rəsmi qərarlar toplusudur və yaxud dövlət təhsil siyasəti dövlət strukturlarının təhsil sistemi ilə bağlı etməyi və etməməyi seçdiyi hər hansı bir şeydir. Və ya təhsil siyasəti dövlətin təhsilinin məqsədləri barədə prinsiplərini bəyan etməsi və bu prinsipləri məktəblərdə, siniflərdə və təhsil müəssisələrində təcrübəyə çevirmək üçün istifadə etdiyi strateji fəaliyyət planıdır. Daha sonra OECD-nin əsas bu mövzuda tanımı daha maraqlıdır. Təhsil siyasəti təhsil sisteminin fəaliyyətini, keyfiyyətini, əlçatanlığını müəyyənləşdirilməsini və idarə olunmasını tənzimləyən dövlət tərəfindən qəbul edilmiş vəzifə prinsiplər, qaydalar və hədəflər sistemidir. Və sonuncu da bunların ümumisi olaraq bir tanım burada qeyd etmişəm. Dövlət təhsil siyasəti dövlətin öz tarixi təcrübəsinə, milli dəyərlərinə və gələcək vizyonuna əsaslanaraq hüquqi çərçivə, resurslar və kurikulum vasitəsilə necə bir vətəndaş və şəxsiyyət formalaşdırmaq istədiyini müəyyən edən strateji qərarlar və tətbiqlər bütövüdür. Təhsil siyasətinin strateji elementləri burada idarə etmə, təhsil sistemi necə idarə olunacağı və qərarlar kimlər tərəfindən qəbul edəcəyi müəyyən edilir. Burada bir nöqtanı və yaxud təhsil idarələrini Azərbaycan üzərindən nümunə verə bilərik. Maliyyələşmə burada çox önəmli hissələrdən biridir. Müəllim siyasəti, hansı ki, demək olar ki, bütün ölkələrdə təhsil siyasətinin ən önəmli elementlərindən biri də müəllim siyasətidir. Bu son dövrlərdə də bizdə yəqin ki, müəllimlərin işə qəbulu olsun, qiymətləndirilməsi olsun, sertifikasiyalar olsun, təlimləri, müasir metodist layihələri və s. buna nümunə verə bilərik. Kurikulum baxımından şagirdlərin nəyi, nə vaxt və hansı məqsədlə öyrənəcəyi müəyyən edir. Burada kurikulum islahatlarımız təxminən 18-19 il öncə kurikulum islahatı ilə yeni bir kurikulumla biz məktəb sistemimizi yenilənməyə, tədris sistemimizi yenilənməyə başladıq. Tədris metodları baxımından təlimin hansı yanaşma metodları həyata keçiriləcəyi istiqamətləndirir. Şagird yönümlü təlim, fəal təlim metodları, sistem yanaşması. Ümumiyyətlə, Azərbaycan bir baxıma əvvəlki kurikulumla birlikdə daha çox müəllim mərkəzli şagird, yəni müəllim yönümlü tədris sistemindən biraz daha şagird yönümlü tədris sisteminə keçiddə hal-hazırda bu mərhələdədir. Qiymətləndirmə baxımından şagird nailiyyətlərin hansı üsullarla ölçüləcəyini müəyyən edir. KSQ, BSQ, qəbul imtahanları və s. Məlumat sistemləri var, keyfiyyət təminatı var, təhsil keyfiyyətinin izlənməsi və qiymətləndirilməsi baxımından, dalının inkişaf baxımından da iştirak etdiyimiz PISA, TIMSS və PILS kimi beynəlxalq qiymətləndirmələri də buna nümunə verə bilərik. Ümumiyyətlə, bu mövzunu nə üçün seçdim və bunu bilmək nə üçün vacibdir deyə bir slayd başlığı qoydum. Mən özümü tanıtmadan qısaca elə indi tanıdım. Orxan Bəyov, əvvəllər başqa bir nəşriyyatlar sahəsində çalışırdım.
2017-ci ildə Azərbaycana qayıtdım. 18-ci ildə nəşriyyat sistemində fəaliyyətə başladım. O zamandan bu yana həm müəllif kimi, həm bir neçə kitabın layihə rəhbəri kimi fəaliyyət göstərirəm. Və o zamandan bəri, yəni ilk sualları mən Türkiyədə fəaliyyət göstərdim, müəllim kimi fəaliyyət göstərdim. Orada daha çox yəni daha 9-11-ci siniflər üçün YÖS imtahanı hazırlığına müəllim kimi fəaliyyət göstərdiyim üçün orada çox da hiss etmirdim. Amma Azərbaycana qayıdıb həm ibtidailər üçün, həm yuxarı siniflər üçün suallar hazırlamağa başladığımızda və yaxud da bazı sektorda var olan sual nümunələrini gördüyümdə mənə çox qəribə gəlmişdi. Nə üçün riyaziyyat məsələlərində böyük hissəsi əmək və kollektiv iş üzərinə qurulmuşdu. Yəni bir fəhlə bir işi 5 günə görür, bir usta bir divarı 4 günə tikir, bir boru hovuzu 6 saatda doldurur və yaxud katerlə biz illərdir qayığı suda, çayda üzdürürük, geri qaytarırıq. Yəni bu sual tipləri bizə nəyi anlatmaq istəyir? Niyə xarici, misal üçün Amerikan nəşrlərinə və yaxud Avropa nəşrlərinə baxdığımda daha fərqli sual nümunələri var, amma bizdə yenə də fəhlə, usta, boru. Yəni bu suallar məni çox düşündürmüşdü və nə üçün bunun əslində bir kökəndən olduğunu anlamışdım və o baxımdan bunu araşdırmağa qərar verdim və bu sualın tarixi məni bir baxıma bizim keçmiş tariximizə, yəni bizim təhsilimizin köklərinə apardı. Bu sualların tarixini araşdırarkən gördüm ki, onların böyük hissəsi Sovet təhsil sistemindən miras qalmışdı. Yəni Sovet məktəbində hansı insan modeli yetişdirmək istəyirdi, dərsliklər və suallar bu məqsədə necə xidmət edirdi? Bir sonraki slaydda bunları göstərəcəm. Çünki hətta Azərbaycanda çəkilmiş 1958 yoxsa 1968 bununla bağlı mən öz səhifəmdə də paylaşım etmişdim. Uşaq atasından soruşur bir məsələni ki, bir boru, yəni neft borusu hovuzu filan qədər müddətdə doldurur, 2 dənəsi nə vaxtda doldurar deyə. Yəni bu sual nümunələri ta əvvəldən bizdə yəni istifadə olunur. Ümumiyyətlə dərsliklər, suallar, daha sonra bizim istər müəllim təhsil verənlərin dərsə yanaşmaları, məktəb modellərimiz, daha çox müəllimlərin biraz daha avtoritar olduğu bir sistemin bizim nə üçün bu təhsil sistemini mənimsəməyimiz və bunun hələ də davam etməsi, halbuki kurikulumda dəyişiklik etmişik, daha çox şagird yönümlü sistemə keçmişdik, şagirdlərin daha aktiv dərs iştirakını planlayırdıq. Amma bu keçid görürük ki, hələ də öz qalıntılarını saxlamış olur. Birazdan indi o hissəyə toxunacağıq. Araşdırmanın istiqaməti təbii ki, bunu araşdırarkən fərqli istiqamətlərə də toxunmalı oldum. Artıq araşdırmanın mövzusu sadəcə riyaziyyat sualları deyildi. Dövlət siyasəti, kurikulum, dərsliklər, müəllim və qiymətləndirmələr idi. Və bununla bağlı mənim bir elmi araşdırmam, yəni dissertasiya mövzum oldu. Yəni SSRİ-nin ideoloji aparatı kimi təhsil 1920-1953-cü illərdə Leninçi və Stalinçi təhsil siyasəti. Çünki Sovet təhsil sistemindən danışarkən biz 1950-60-lar deyil də tam olaraq Sovet təhsil sisteminin yaranma mərhələsinə keçmək istəyirik. Burada bəzilərinizdə sual yarana bilər ki, 1920 deyil, bu 1917-ci ildə bu inqilabla birlikdə nəzərə alınmalıdır. Amma təhsil siyasəti və təhsilin daha belə deyək, kompakt şəkildə tətbiq olunması baxımından 1920-lər daha önəmli tarix kimi qəbul olunur. Yəni burada siyasətin formalaşdırılması, yəni bu dövrdə Leninçi və Stalinçi təhsil siyasətini araşdırdığımda gördüm ki, yəni siyasətin necə formalaşır, necə həyata keçirilir, necə sistemləşdirilir və nəticələri və təsirləri cəmiyyətə necə olur. Bununla bağlı mən bu tarixi kökənlərinə çox da girməyəcəm, qısaca toxunub keçməyə çalışacağam. Əsas danışmaq istədiyimiz bu gün yaşadığımız Azərbaycan baxımından ölkəmizdə baş verən bu dəyişikliklər, müsbət mənadakı islahatların əslində nəyi arxada buraxmaq istədiyimizi görməyimiz üçündür və qısaca Sovet təhsil sistemindən danışacağıq. Yəni, Sovet təhsil sisteminin yaranma fəlsəfəsi Leninin başa gəlməsi, sinif bərabərsizliyini aradan qaldırmaq məqsədi, çünki o dövrdə bildiyiniz kimi təhsil kilsənin əlində idi, daha çox yəni aristokrasiya sinifi təhsil alırdı, təhsildə bərabərsizliklər var idi, ümumiyyətlə böyük şəhərlər xaric digər hissələrdə ümumiyyətlə təhsildən söz getmirdi, kütləvi savadsızlıq ciddi şəkildə davam edirdi. Belə deyim, bərabərlik, Marksist və Leninist dünya görüşü kütlələri aşılamaq lazım idi.
yeni sosial cəmiyyət modelinin ideoloji bazasını yaratmaq üçün strateji vasitə hesab etmişdir, yəni Lenin vasitəsilə. Daha sonra Leninin qısaca başlıqlar halında topladım ki, Leninci təhsil sistemi bizə nəyi göstərir? Çünki bunları bilmək əslində bizim Azərbaycan təhsil sisteminin kökənlərini öyrənməkdir. Birləşmiş Əmək Məktəbi Yedinə Trudovaya Şkolova adlı qərarnamələrlə təhsil kilsədən ayrılaraq dünyəvi, pulsuz, məcburi və birgə elan edildi. İbtidai və orta məktəb ayrılığı qaldıraraq bütün şagirdlər tək tip məktəb modelində quruldu. Hətta bu yəqin ki, bizlər üçün də açıqdır ki, bizdə də dünyəvi, pulsuz, məcburi və birgə, yəni qız, oğlan dərslərini birgə keçməsi. Sonra likbezlərin, yəni oxuma, yazma səfərbərliyinin elan edilməsi, qadınlar, kəndlilər və etnik azınlıqlar daxil olmaqla kütləvi savadlanma aksiyaları başladıldı. Ümumiyyətlə, biz Sovet təhsil sistemindən danışanda çox vaxt Sovetin bütün hər kəsə təhsili çatdırdığından da çox yaxşı mənada danışırıq. Mən ilk dəfə 2007-ci ildə Türkiyəyə getdiyimdə təhsil üçün orada eşidirdim ki, yəni insanlar oxuma, yazmağı bilməyən nə qədər də insan var. Amma bu diqqət etmişsinizsə, mən 90-cı il təvəllüdəm və bizim dövrlərimiz bir baxıma Sovetin bitimi ilə əlaqəlidir. Bizim ətrafımızda demək olar ki, oxuma, yazma bilməyən insan yox idi və belə bir şeyin olduğunu biz görməmişdik. Amma Türkiyədə kütləvi halda oxuyub yazma problemli insanları görmüşdüm. Hətta Türkiyə bir Milli Eğitim Bakanlığı orada bir layihə başlatmışdı. Böyük insanlar, yəni yaşlı insanlar belə gəlib artıq oxuyub yazmağı məktəbdə öyrənə bilirdilər. Daha sonra yerəlləşdirmə ilə mərkəzdən kənar xalqları, o cümlədən Azərbaycanın öz dillərində təhsil almasına şərait yaradılaraq sistemi inteqrasiya təmin edildi. Yəni bir baxıma Leninci təhsil siyasəti ilə bütün ölkələri də özündə əhatə edəcək, biraz daha bu Marksist-Leninist təhsil sistemi ilə, dünya görüşü ilə daha çox təcrübəyə yönəlik bir təhsil siyasəti güdürdü. Amma Stalinist mərhələ ilə birlikdə mərkəzləşmə, intizam və standartlaşma, yəni Stalini bir çoxumuz daha sərt və təbii ki, zalım olaraq tanıyırıq və Stalinin gəlməsi ilə birlikdə bu eksperimental pedaqogika rədd edilir, tam şəkildə standart, ciddi, nizam-intizam və akademik biliklərə söykənən modelə keçirilir. Təhsil tam şəkildə mərkəzləşdirilir, Narkompros və Təhsil Nazirliyi vasitəsilə tək tip müfrədat və dərsliklər bərqərar edilir. Burada dəyişən bir neçə hissələrdən də danışa bilərik. Yəni kurikulum, dərsliklər və ideoloji məzmun, dərsliklər ideoloji vasitəyə çevrilməsi, dərsliklər ümumiyyətlə bilirsiniz, biz dərslikləri sadəcə akademik yöndən bəzən yanaşa bilirik, amma dərsliklərdə olan bir mətn, dərsliklərin verdiyi bir şəkil, bunların hər biri bizim təhsilə necə yanaşdığımızı, əslində təhsil siyasətimizin necə olduğunu da göstərən amillərdən biridir. Yəni orada istər tarix və digər fənlərdə olan sual nümunələri olsun, istər onları izah edəcək qaydalar olsun, istər oradakı məktəb havası olsun, tamamilə bu yönə fokuslanmışdı ki, yəni əsasən də Stalinin tam mərkəzə bağlı, standartlaşdırılmış və hər kəsin yeni Sovet modeli insan modelinə bürünməsi üçün formalaşan tamamilə böyük bir şəkildə təhsil modeli formalaşdırılır. İstər riyaziyyat və təbiət elmlərindəki islahat yönümlü məsələlər və yaxud sizlərə danışdığımız daha çox insanların əməyi vurğulayan suallar, daha çox birgə çalışma ilə bağlı suallar, daha da çox çalışmanı və əzmkarlığı ön plana çıxardacaq sualları görürdük və sənayeləşmə və kollektivləşmə kontekstləri ilə də bunları izah edə bilərik. Yəni dövlət siyasəti sinif otağına necə daxil olurdu? Dövlət siyasəti kurikulum vasitəsilə, kurikulumlar dərslik vasitəsilə, dərslikdə olan bir şeydir. Müəllim avtomatik olaraq şagirdə ötürdüyü üçün dərsdə və bu dərs vasitəsilə də şagirdə tam şəkildə bu Sovet ideologiyası, yeni Sovet modeli insan ideologiyası bu ötürülürdü. Burada Sovet dövründə ən çox diqqət olunan, ümumiyyətlə müəllim orada bizim hətta çox vaxtı müəllimə olan hörmətimiz olsun və yaxud müəllimi başqa bir peşələrdən seçməyimizdən bir səbəblərindən biri də o idi ki, müəllim yenə də Sovet dövründə müəllimin fərqli bir üstünlüyü var idi. Çünki müəllim bir baxıma dövlət siyasətini sinifdə tətbiq edən insan modeli idi və
O baxımdan müəllimin özünün də yetişdirilməsində, kommunist tərbiyəsinin həyata keçirilməsi, kollektivci və sosial davranış normalarının aşılanması, Sovet vətəndaşı modelinin formalaşdırılması və dövlətin siyasi və ideoloji dəyərinin ötürülməsi ötürəcək insan kimi görülürdü. Yəni oradakı bir müəllimin sadəcə akademik biliklərinə görə müəllim ola bilmirdi. Eyni zamanda Sovet ideologiyasına nə qədər bağlı idisə, onun hər bir anı izlənirdi və bu şəkildə müəllim seçimlərinə yer verirdi. Müəllim üzərində siyasi və peşəkar nəzarət təbii ki, müəllimlərin bunu hər birimiz çox yaxşı bilirik ki, müəllim üzərindəki Sovet dövründə bir ideoloji hazırlıq olsun, onların yoxlanılması olsun, partiya xəttinə nə qədər uyğunluq tələbi olsun, müəllim fəaliyyətində inzibati siyasi nəzarət olsun. Yəni bunların hər birisi çox diqqət olunurdu ki, müəllimlər bu cizgidən kənara çıxmasınlar. Çünki müəllimin gücü, yəni bir müəllimin gücü başqa müəllimdə olan bir güc heç bir peşədə yoxdur və bunu çox yaxşı bildikləri üçün müəllimin üzərində çox ciddi bir nəzarət var idi. Daha sonra bu dövrdə çox vaxt bizlər düşünürük ki, Stalinçi təhsil politikaları ilə birlikdə bir çoxumuz düşünür ki, Sovet ancaq bərabərlik gətirdi, amma Sovet də özünün içində akademik seçiciliyə, yəni meritokrasiyaya yer verirdi. Lenin dövründən daha çox Stalin dövründə artıq daha çox digərlərindən qiymətlərində, uğurlarında və partiyaya bağlılığında seçilən uşaqlar daha fərqli məktəblərdə, daha fərqli universitetlərdə oxuya bilirdi. Bu da bir baxıma o bərabərlik anlayışını bir baxıma pozmaqdadır. Yəni təhsil siyasəti müəllim vasitəsilə reallaşırdı. Dövlət siyasəti müəllim, sinif praktikası, şagird davranışı və dünya görüşündə öz əksini tapa bilirdi. Burada Sovet təhsil sisteminin ən önəmli hissələrindən biri o idi ki, yeni Sovet insanı yaratmaq istəyirdilər. Ümumiyyətlə, bir təhsil siyasətinin əsas məqsədi odur ki, biz nə yaratmaq istəyirik? Yəni, ona görə tez-tez bizimlə birlikdə təhsil üzrə müzakirə etdiyimizdə daha çox təhsil fəlsəfəsi və təhsil siyasəti üzərində danışırıq ki, yəni biz nə etmək istəyirik? Tam olaraq hansı bir insan modeli yetişdirmək istəyirik? Bunun qərarını verməliyik. Amma diqqət etdinizsə, bu 18-19 il öncə yeni kurikulumla birlikdə biz nəyə qərar verdik? Daha çox sorğulayan, öz fikirlərini ifadə edən, dərsliklərimizdə kurikulumla birlikdə dərsliklərimiz də dəyişdi. Misal üçün, ingilis dilində olan artıq əzbər yönümlü və yaxud orada deyə bilərik ki, qayda yönümlü təhsildən biraz daha çox özünü ifadə edən, danışan bir insan modeli və yaxud kitablarımızda əvvəllər bizim vaxtımızda yox idi, indi kitablarda araşdır, fikirlərini söylə, əsaslandır, yəni taksonomiya uyğunluğu ilə birlikdə yeni bir insan modeli yaratmağı planlayırıq. Amma burada nə qədər uğurlu olub olmadığımızı indi bir sonraki slaytlarda birlikdə müzakirə edəcəyik. Yəni yeni Sovet modeli insan savadlı, intizamlı, kollektivçi, əmək yönümlü, texniki bacarıqlı, dövlətə bağlı, sosialist dünya görüşlü, yəni hamısı birlikdə Homo Sovieticus dediyimiz anlayışın içinə girir. Məktəbdən kənar sosiallaşma, mən deyərdim ki, son dövrlərdə bilmirəm, bizim vaxtımızda da o qədər yox idi. Məktəbdən kənar sosiallaşmada Sovet dövründə pioner komsomollar, ümumiyyətlə şagirdlərin birlikdə toplanması, haralarsa kinoteatrlara getməsi, fərqli əyləncələri yəni bir dövlətin həm formalaşması, yəni həm təhsil siyasəti baxımından tam əksini tapması üçün məktəbdən kənar sosiallaşma da çox önəmlidir. Çünki elə öz valideynlərimlə söhbət etdiyimdə atamın deyir ki, ən çox sevdiyimiz dövrümüz həyatımızda elə universitetdə oxuduğumuz dövrdə Bakıda, yataqxanada uşaqlarla birlikdə bu birliklərin içində fəaliyyət göstərmək, harasa birlikdə getmək və s. idi. Yəni şagirdlərin, tələbələrin belə ağlında qalacaq bu məktəbdən kənar sosiallaşma, o yaratmaq istədiyimiz insan modelini bizə yaratmaqda kömək edir. Yəni biz sadəcə məktəbdə fəaliyyət, məktəb vaxtı ilə formalaşacaq insanlar deyilik. Bu məktəbdən kənar da bizim həyatımız var. Məktəbdən kənar həyatla da birlikdə Sovet dövründə bunu çox yaxşı tətbiq etdikləri üçün istədikləri yeni model Sovet insanı yarada bildilər. Yeni model dediyimiz, yəni yeni Sovet insanı daha doğrusu. Çünki ondan öncə Sovet deyə bir şey yox idi. Təhsil sosiallaşma mexanizmi kimi dövlət normanı müəyyən edirdi, məktəb öyrədir, müəllim möhkəmləndirir, qiymətləndirmə ölçür, təşkilatlar isə sosiallaşdırırdı. Yəni ümumi olaraq elə təhsil tam da deyil, təhsil siyasəti tam bu
çərçivə əsasında həyata keçirilirdi. Yəni bir siyasət bəlli olur, məktəb öyrədir, müəllim bunu ciddi şəkildə möhkəmləndirə bilir, qiymətləndirmə modeli və təşkilatların sosiallaşdırır. Beləliklə, təhsil yalnız bilik götürən sistem deyil, həm də müəyyən sosial davranış, dəyər və kimlik modelini formalaşdırdığı instituta çevrilirdi. Burada Sovetdən ən çox yaxşı mənada danışıldıqda bərabərlik, cinsiyyətin, yəni qadınlarımızın Azərbaycanda və başqa postsovet ölkələrində də ən çox sevilən hissə odur ki, bərabərliyə önəm verildi, cinsiyyət ayrımına çox da diqqət olunmadı, artıq xanımlarımız da təhsil ala bilir və s. Yəni buradan da Leninist və Stalinist dövrün iki fərqli hissələrindən daha geniş şəkildə baxa bilərik. Yəni bu əslində bunlar Lenin və Stalin kimi deyil də bizim təhsil tariximiz necə dəyişib onu göstərmək üçün mən bu slaydları əlavə etdim. Yəni göstəricə yer və təbliğatçılıq nisbətən mərkəzsiz, amma Stalin dövründə tam mərkəzləşdirilmiş dövlət nəzarətində olan bir təhsildən söhbət gedir. Fəhlə və kəndlilər rafaqlar vasitəsilə prioritet qazandı, ibtidai təhsil kütləviləşməsi, lakin akademik göstəricilərə söykənən seçicilik də Stalin dövründə yarandı. Qadınların təhsilə və istehsalata kütləvi cəlb olunması, qadın təhsilinin saxlanılması, lakin ailə və ana obrazının yenidən ənənəviləşdirilməsi. Burada qadınlarımızla bağlı da bu elə məhz bağça modelinin Sovet dövründə başlaması, yəni belə deyərdim, təsadüfi deyildi. Çünki qadınların iş həyatına qoşulması həm o ölkənin istehsalatını gücləndirirdi və eyni zamanda bunun əsas səbəblərindən biri də odur. Bunu John Tyler Gatt olsun, Ivan Illich olsun və yaxud Foucault olsun, bunları öz kitablarında da qeyd edirlər ki, ümumiyyətlə qadınların istehsalata girməsi, yəni qadınların çalışması ilə birlikdə biz övladlarımızı məktəblərə, bağçalara, yəni avtomatik olaraq kiçik yaşlardan uşaqları bağçalara veririk. Daha sonra bu uşaqlar tam da istədiyi şəkildə Sovet təhsil sistemi öz ideologiyasını ta bağçalardan bunu öyrətmiş olur. Sovet dövründə bağçada oxuyanlar, mən tam o dövrə düşməsəm də, amma onun qalıntılarını çox yaxşı görmüşdüm. Oradakı nizam-intizam olsun, indi birazdan bəzi hissələrə toxunacağımız hissələrdə onları daha geniş qeyd edəcəyik. Yəni sizə bir model göstərilir və siz uşaqlıqdan bu modellə böyüdüyünüzdə dövlətin yəni Sovet dövlətinin, Sovet SSR-nin tam istədiyi ideologiyanı elə uşaq yaşlardan tətbiq edə bilirdi. Yəni qadınları həm qadınların istehsalatından əlavə dəyər ürətə bilirdi və uşaq övladların kiçik yaşlardan dövlətin himayəsinə verilməsi ilə, bağçalar vasitəsilə öz ideologiyasını tam şəkildə formalaşdıra bilirdi. Politexnik təlim, daha sonra akademik biliklərin sənaye mühəndisi ehtiyaclarının önə çıxarılması baxımından da fərqlilikləri buradan görə bilərik. Burada ən əsas hissələrdən biri Sovet təhsil mirası, qazanımlar, problemlər və müasir təhsil siyasəti. Qazanılmış mirasımızda kütləvi savadlılığın təmin olunması bu həqiqətən də çox önəmlidir. Çünki biz ilk dəfə Sovet dövrü ilə universitetlərə, yəni atalarımız və yaxud babalarımız Sovet təhsili ilə birlikdə universitetlərdə oxumağa başladı. Valideynlərimiz bu oxuyub yazmağı tam şəkildə öyrənə bildi. Azərbaycan artıq oxuyub yazmanı daha əlçatan şəkildə əldə edə bildi. Amma oxuyub yazmanın əlçatan olmasının əsas səbəblərindən də biri yenə də yeni Sovet modeli insanın qurulmasına vurğulanan hissələrdən biridir. Çünki əgər bir insan oxuma yazmanı bilmirsə, bizim ona öz fikirlərimizi, yazılarımızı, qəzetlərimizi, yəni öz ideologiyalarımızı ona ötürməyimiz də bir baxıma çətin olur. Yəni Sovetin bu likbezlə birlikdə, yəni oxuma yazmanı azaltma siyasəti əsas səbəblərindən biri odur ki, öz siyasətini açıq şəkildə həm bu qəzetlərdə, həm filmlərdə yeridə bilsin. Təhsilə geniş sosial əlçatanlıq gəldi, elm, riyaziyyat, mühəndislik sahələri güclü akademik baza yarandı. Yəni bu Sovet təhsil sisteminin daha çox mühəndislik fakültələri üzərində ixtisaslaşması və bir çoxlarımızın belə atası mühəndislik fakültəsindən məzun olmasının ən önəmli, yəni qazanılmış miras kimi bəlkə də saymaq olar. Çünki bəlkə də o valideynlər daha fərqli sahələrdə oxusaydılar, bugün Azərbaycanı daha fərqli yönlərə apara bilərdilər. Amma
çoxumuz, yəni mənim ən azından tanıdıqlarım bir çox hansı ki, ali təhsillidirlər, çoxu elm, riyaziyyat və mühəndislik üzərinə oxuyurdular. Qadınların təhsilə kütləvi cəlb olunması, kənd və şəhərlər arasında təhsil imkanlarının yaxşılaşdırılması da bunlara nümunədir. Problemli miraslarımızdan ən önəmlisi həddindən artıq mərkəzləşdirilmiş idarə etmədir. Ümumiyyətlə biz ən çox inkişaf etmiş təhsil sistemlərinə baxdığımızda bunu adətən elə Finlandiya üzərindən nümunə veririk. Finlandiyada mənim sevdiyim hissələrdən də biri odur ki, yəni hər bölgəyə uyğun fərqli, yəni mərkəzləşdirilməmiş, yəni yerli əhaliyə uyğun kurikulumların hazırlanması, bəzən sinif daxilində belə fərqli kurikulumların tətbiq olunması, bu onların təhsilinə, fərqliliyinə və fərqli şəkildə inkişaf etmələrinə, daha müsbət yönə inkişaf etmələrinə təsir etmişdi. Amma həddən artıq mərkəzləşdirilmə bəzən işi türklər dediyi kimi hantallaşdırır. Yəni biraz proses çox uzun olur. Bəlkə siz hər hansısa bir qərar vermək istəyirsiniz, amma o birinci şəhərə gedir, şəhərdən ölkəyə gedir, ölkədən Moskvaya gedir və s. Yəni belə bu şəkildə uzanmış olur. Bu gün də mərkəzləşdirilmiş idarə etmələrdə bunun problemlərini yəni yaşadığımızı görə bilərəm, amma mərkəzi təhsil yəni regional təhsil idarələri ilə bu problem aradan qaldırılmaqdadır. Vahid və standartlaşdırılmış təhsil modeli, ümumiyyətlə fərqli təhsil modellərinə biz yer vermədiyimizdə, fərqli təhsil modellərini görmədiyimizdə, fərqli təhsil modellərini düşmən elan etdiyimizdə Sovet təbii ki, bunu bu şəkildə edirdi. Oradakı fərqlilikləri, yenilikləri gözdən qaçırmış olacağıq. Və yaxud müəllim-şagird münasibətlərində avtoritar yanaşmalar, müəllim heç bir şəkildə sorğulanmazdı, şagird tam şəkildə dinləyici olmalı idi, yəni tənqidi düşüncə, fərqli təşəbbüs imkanlarının məhdudluğundan elə yola çıxaraq, şagird sadəcə dinləyən, çox bilik bilən, şeir deyən, sakit oturan, bu model uşaqlar yetişdirilməsini planlayırdılar və kim daha sakit, hətta Sovet filmlərində baxdığımızda görürük, o məktəblərdə ən öndə oturan, əlini belə qaldıran, hətta bizim əvvəlki kitablarımızda da var idi. Təbii ki, bunlar nizam-intizam dəyişək və yaxud bunlar yaxşı bir şey deyil. Sadəcə aşırı nizam-intizam bir baxıma da avtoritar yanaşmalar gətirə bilir, uşaqların fərqli düşüncəsini qısıtlaya bilir, uşaq öz fikirlərini ifadə etməkdə çətinlik çəkə bilir və s. Kurikulumda dəstəklənən ideoloji məqsədlərə tabe edilməsi, müasir dövlət təhsil siyasəti üçün nəticələrdən danışsaq, məqsəd Sovet təhsil sisteminin bütövlükdə rədd etmək və ya idealizə etmək deyil, onun sistemləşdirilmiş mirasını tənqidi şəkildə qiymətləndirməkdir. Yəni, qorumalı olduğumuz hissə elmi akademik intizamın, misal üçün, mən keçən dəfə Fizika İnstitutundan bir neçə dostlarla danışırdım, hələ də Sovet mirasının önəmindən danışırlar. Təbii ki, bu hissələrdə biz yəni ala bildiyimiz yaxşı hissələri mütləq şəkildə almalıyıq və yaxud təhsildə bərabərlik imkanları baxımından bu gün düzdür, bunun çox da bizdə belə bir problem yoxdur. Yəni təhsil ən azından əlçatandır. Amma transformasiya etməli olduğumuz hissələrdən biri elə mərkəzləşmədir. Aşırı mərkəzləşmiş təhsil sistemlərinin gələcəkdə bəlkə də yəni düşünən insan modelinin yetişməsində çətinlik çəkəcəyimizi göstərir. Avtoritar pedaqogika, ideoloji məzmun, təktipli yanaşma. Yəni bu ideoloji məzmunlarla birlikdə dediyimiz kimi biz uşağı artıq özü böyüyəndə qərar verən, müstəqil düşünən insanlar deyil, öz ideologik məzmunlarımızı kitablarımızda verdiyimiz müddətcə sadəcə tək tip insan modeli yetişdirmiş oluruq. Sovetin bir baxıma da belə deyərdim, düzdür, bir çox yaşlı, yəni o dövrü görmüş insanlar hələ də Sovetin önəmindən, üstünlüklərindən danışanları da var. Amma düşünürəm ki, onların çoxsu da tək tipli yanaşma ilə böyümüş insanlardır. Sadəcə bəlkə iqtisadi məsələlər baxımından, yəni bu gün hər hansı bir çətinlik çəkdiyində Sovetin o hissələrini tərifləyirlər ki, o dövrdə ən azından gəzməyə gedə bilirdik, tətilə çıxa bilirdik və s. Burada ən əsas toxunmaq istədiyimiz hissələrdən biri də odur ki, SSR yoxdur, amma məktəbi yaşayır, təhsil zehniyyətimizdəki Sovet izləri. Yəni elə misal üçün biz 18-19 ildir yeni kurikuluma keçmişik və bu kurikuluma keçid mərhələsində təbii ki, mən həm Azərbaycanda imtahan sektorunda bir neçə mərkəzlərə suallar da biz hazırlayırıq və orada da görmüşdüm. Yəni biz özümüz də hazırlayanda buna bir baxma da məcbur şəkildə hazırlayırıq.
Çünki qarşı, yəni belə deyim, biz istədiyimiz sual modelini tətbiq edə bilmirik. Hətta nəşriyyat baxımından biz hər dəfə vurğulayırıq, müəllimlər bizdən soruşur, xanım oxuyub anlamaq kitabımız olacaqmı, məsələ kitabımız olacaqmı və biz də hər zaman deyirdik ki, oxuyub anlama sistemi hələ bizdə tam oturuşmur, istəyirik ki, o tam oturuşsun. Ondan sonra gözəl bir vəsait ərsə gətirək və yaxud məsələ hissəsində də eyni şəkildə və bu ildən, keçən ildən artıq məktəblərdə tətbiq olunan taksonomiya ilə birlikdə düşünürəm ki, bizim də bu arada reklam olsun, yeni nəşrlərimiz olacaq. Yəni bu kurslara da suallar hazırladığımıza görə ki, yəni bu bizim planladığımız şəkildə, yəni o yeni kurikuluma uyğun sual modellərini tətbiq etmirik. Yenə də biliyi soruşan, xatırlamanı soruşan, yəni taksonomiyanın maksimum 3 və ya 4-cü mərhələsini ələ-ələ yeni-yeni keçmiş oluruq. Adətən 3 mərhələsində, yəni tətbiq etmənin üzərindən suallar formalaşdırırıq. Bu da tətbiq etmə də bir baxıma, yəni yenə də aparır bizi Sovet təhsil modelinə. Amma biraz daha dəyərləndirmə hissəsində, yaratma modellərində və yaxud sintez təhlil hissəsində suallarımızı formalaşdıra bilsək, düşünürəm ki, daha yaxşı nəticələr əldə edə bilərik. Yəni orada boru-hovuz məsələsində gördüyünüz kimi, yəni o düşünün, riyaziyyat müəllimləri və yaxud da sinif müəllimləri bu sual tiplərini çox yaxşı bilər. O boru bir fəhlənin bir evi 5 günə tikib, o birisinin başqa neçə vaxta tikdiyi sual modellərinin artıq o qədər belə deyərdim ki, mənasızlaşdırmışıq ki, çətinləşdirməklə. Yəni bir sual modelinin üzərində qalıb, biri 10 dəfə hazırlayır, biri yarım gün işləyir, açılışı belə suallar da var. 4 yarım işçi bir gün işləsə, o birisi tiksə, bu birisi dağıtsa. Yəni bu sual modellərindən çıxıb yəni orada öyrətmək istədiyimiz kəsir olsun, faiz olsun, orantı olsun, bunları biz nisbəti olsun, biz daha fərqli modellərlə dəyərləndirmə və yaratma sualları ilə birlikdə hazırladığımızda daha yüksək nəticələr əldə edə bilərik və bunun tətbiq olunduğundan sonra, misal üçün, indi deyək ki, keçən ildən artıq qiymətləndirmələrdə, səhv etmirəmsə, məktəblərdən bu taksonomiya ilə bağlı istəklər formalaşıb. Yəni bunun çox yaxında biz müsbət mənada irəliləyişlərini görəcəyik. Daha sonra bizim dəyişməyən zehniyyətlərimizdən biri də odur ki, məktəbdəki zehniyyətlərimiz, bilirsiniz, bəzən məktəb idarəçiləri olsun, müəllimlər olsun, yəni çox vaxt danışdığımızda hiss olunur ki, müəllim məktəb rəhbərliyi ilə arası çox vaxt olmur və yaxud qorxu var. Yəni bir müəllim ümumiyyətlə niyə məktəb rəhbərliyi ilə danışanda narahat danışmalıdır? Niyə o məktəb rəhbərliyi ilə hər zaman biraz necə deyərdim, yəni bu istər-istəməz onların o zehniyyətində qalır və bu zehniyyətdən çıxmadığı müddətcə müəllim şagirdə tətbiq edə bilir. Yəni bu silsilə yenə də davam etmiş olur. Amma halbuki bizdə belə bir problemlərin olmasına çox da ehtiyac yoxdur. Daha sonra izlərdə gördüyümüz əzbərçilikdə anlamaqdan çox qayda, tarix, düsturu xatırlamaq, yəni son dövrlərdə biraz dəyişməkdədir, amma əvvəllər bir qaydanı, riyaziyyatdan qaydanı əzbər soruşmaq nə üçün vacibdir? Onun tətbiqini yeni yaratma sualları ilə birlikdə soruşmaq daha yaxşı olmazdımı? Ümumiyyətlə, düsturu xatırlamaq və yaxud düsturu biz keçirik. Mən kurslarda da çalışdığım müddətdə kurs rəhbəri kimi bir çox müəllim qəbulunda iştirak edirdim və müəllimlər çox vaxt riyaziyyatdan hər hansı bir düsturu yazırdı. Misal üçün, deyək ki, kompleks ədədlərdə i kvadrat bərabərdir -1. Amma onun nə üçün ora gəldiyi, o diskriminantdan çıxdığı, diskriminantın 0, 0-dan kiçik, 0-dan böyük olma hissələri, ikinci dərəcədən tənliklərin üzərindən onu izah etməsi, uşaqda bir fikir yaratması, bunu ümumiyyətlə gələcəkdə harda istifadə etməsi ilə bağlı çox vaxt da bu hissələrə girmirik. Yenə də əzbərləmə, yenə də var olan topluluqları daha çox sual həll etmə və sonda da onun bu bilik ölçən imtahanlarda iştirak etməsinə hazırlanmaq. Müəllim mərkəzlilik, burada müəllimi əsas bilik və avtoritet mənbəyi kimi görmək. Bilirsiniz, son dönümlərdə diqqət etmişsinizsə, müəllimə biraz daha əvvəlki dövrlərdən güvən azalıb. Bunun əsas səbəblərindən də biri bilirsinizmi? Mənim bu şəxsi fikrimdir. Müəllim əsas bilik mənbəyi olmaqdan çıxdıqca və müəllimin də özünü sadəcə bilik mənbəyi kimi göstərməsi ilə yəni valideynlərdə də bir çaşqınlıq yarada bilər ki, biz bu biliyi başqa yerlərdən ala bilirik. Bəs yaxşı, müəllim nə öyrədə bilir? Təbii ki, müəllimlər orada bizə öyrənməyi öyrətməsi, yəni bu
bütün hər kəsə şamil olan deyil. Yəni son dövrlərin yəni bizim təhsil sistemimizdə olan bəzi yaşadığımız bu Sovetdən qalma qalıntılar baxımından bunu danışırıq. Yəni müəllimin öyrədən, müəllimin uşaqları daha çox öz fikrini ifadə edən, bir sinifdə fərqli fikirlərini səsləndirən bir sinif modelinə keçdiyimizdə düşünürəm ki, daha faydalı nəticələr əldə edə bilərik. İtaət müdəli sakit, sözə baxan şagird, yaxşı şagird hesab etmək. Yəni dünənə kimi bu şagirdlər çox yəni təriflənirdi, ağıllı uşaqdır, sözə baxandır, sakitdir. Hətta nəticələri belə yaxşı olmasa belə, əgər şagird sakitdirsə, əlini qaldırıb danışırsa, bizim ən azından ibtidai sinifdə belə idi. O şagird yaxşı şagird hesab olunurdu. Amma biraz daha fərqli fikirlərini ifadə edən, danışan bir model formalaşdırmaq lazımdır. Sual verməkdən çəkinmək, alternativ fikir və mübahisəni problem kimi qəbul etmək, səhvdən qorxmaq, səhvi öyrənmə fürsəti deyil, uğursuzluq kimi görmək. Yəni hətta bu ən önəmli məsələlərimizdən biridir. Çünki səhvdən qorxmayan uşaqlar yetişdirməliyik, dəfələrlə sınayan, müəllimi onu hətta məktəb səhv etmə yeri kimi qəbul olunmalıdır. Amma dediyim kimi, Sovet təhsilinin bir ideoloji anlayışı da olduğu üçün, yəni ideoloji aygıt olaraq təhsili istifadə etdikləri üçün onlar məktəblərdə bu səhv etməyə və yaxud bu fərqli düşüncələrlə uşağın öz güvənli yetişməsinə bir baxıma mane ola bilirdilər. Amma bugünkü Azərbaycan kurikulumu ilə, ümumiyyətlə dövlət siyasətimizin də dəstəkləməsi ilə daha çox biz düşünən, fərqli fikirlər ortaya qoya bilən, startapçı, girişimci bir insan modeli yetişdirmək istəyimiz hər zaman rəhbərliklər tərəfindən də vurğulanır. Amma bunun praktikasında biz bir çox vaxtda problemlər çəkə bilirik. Yəni əzbərləyən, dinləyən, itaət edən, düzgün cavab gözləyən şagird modeli tipindən çıxmalıyıq. SSR-nin yəni yaxşı təhsil anlayışımız dəyişibmi? Ümumiyyətlə, həm valideynlər, həm ümumiyyətlə təhsil ictimaiyyəti olaraq neçə aldı mədəniyyəti hələ də davam edir. Sərt müəllim yaxşı müəllimdir. Səssiz sinif yaxşı dərs keçirilir. Çox ev tapşırığı olsun, çox test, eyni yaş, yəni eyni yaş hissəsində də eyni proqram, eyni temp baxımından diplom və sertifikatlar o uşaqların bacarıqlarını ifadə etməsi. Amma bunların tam tərsi olmalıdır. Sakitlik öyrənmə deyil, qiymət təhsilin məqsədi olmamalıdır, çox tapşırıq dərin öyrənmənin qarşısını ala bilir, eyni yaş, eyni öyrənmə tempini qəbul etmir bəzən. Sovet məktəbi müasir məktəbə nə dəyişməlidir? Struktur islahatından təvəkkül islahatına əsas məsələ yalnız proqramı, dərsi və qiymətləndirmə sistemini dəyişmək deyil, məktəb haqqında düşüncə modelinin də dəyişməsi lazımdır. Yəni bayaq da dediyimiz kimi səhvdən qorxmayan, səhvdən öyrənməyə çalışan, qiymət üzərindən deyil də inkişafa doğru yönələn bir şagird modelləri hazırladığımızda bu SSR-nin qalıntılarını da düşünürəm ki, atlada biləcəyik. Və son dövrlərdə diqqət etmisinizsə, ölkəmizdə bir sıra müsbət təhsil islahatları keçirilir. Bu elə son ən çox bəyəndiyimiz oxuyub anlama bacarıqlarının uşaqlarda formalaşdırılması üzərinədir. Amma bilirsiniz, burada bəzən müqavimət göstərilir və yaxud bəzən yanlış anlaşılmalar olur. Həm təhsil verənlər baxımından, həm ictimaiyyət baxımından. Yəni, oxuyub anlama bacarıqlarının ölkədə inkişaf etdirilməsi deyiləndən bu günə qədər hələ də bir çox hallarda şikayətlər eşidirik ki, qaydalar lazımdır, qayda lazımdır, oxuyub anlama nə üçün vacibdir və s. kimi müəllimlərdən və yaxud valideynlərdən şikayətlər gəlir. Amma halbuki bir uşaq özü, yəni oxuduğunu, öz dilində, ana dilində oxuduğunu tam şəkildə anlaya bilirsə, əslində o uşaq inkişaf edəcək. Ümumiyyətlə, dünyada bu qeyd etdiyim PISA, TIMSS və PILS və yaxud digər beynəlxalq qiymətləndirmələrə baxdığımızda da görürük ki, yəni ancaq uşağın oxuduğu mətni anlaması, onun üzərində hər hansı bir fikir inşa etməsi, onun üzərində hər hansı bir fikirlər yarada bilməsidir. Amma biz bu qərarından sonra daha çox şikayət üzərinə formalaşdırırıq. Tam tərsi buna, yəni hər hansı bir təhsil siyasəti əsasında bəzi islahatlar həyata keçirilirsə, buna birinci özümüzdə anlamalı, daha sonra bunu elmi araşdırmalara söykəndiyini araşdırmalı və hansı üstünlükləri var və dövlət də, yəni Təhsil Nazirliyinin bu siyasəti ölkəmizdə hansı dəyişikliklərə gedəcəyini ciddi şəkildə araşdırdıqdan sonra buna müqavimət göstərə bilərik
daha sonra yanlış da anlamaq olar, fikirlərimizi bildirə də bilərik, amma bir çox hallarda bu kimi problemlərdə görürük ki, eee, yəni ancaq müqavimət göstərmək, şikayət etmək mərhələsində qalır və yaxud qiymətləndirmə modellərinin dəyişilməsindən sonra da biz müəllimlərlə yəni işimiz gərək tez-tez əlaqədə oluruq. Müəllimlərin də bu mövzuda şikayətləri çox olur, amma halbuki qiymətləndirmə, yəni taksonomiya hissəsinin ən əsas da 5-ci və 6-cı mərhələsi inkişaf edən ölkələrin nəticələrinə, gələcəklərinə, inşa etdikləri ölkələrə baxdığımızda görürük ki, bu gün Təhsil Nazirliyinin bu siyasəti müsbət yöndədir ki, biz o qiymətləndirmənin o hissələrinə də mütləq şəkildə diqqət etməliyik. Kurikulum və sual modellərindəki dəyişikliklər, hətta səhv etmirəmsə 2025-ci ildə Elm və Təhsil Nazirliyi bu haqda çıxışı var idi ki, sual modellərimiz dünya sual modellərinə uyğun gəlmir və bu dəyişiklikləri etmədiyimiz müddətcə də çətinliklər çəkə biləcəyik. Hətta dolaşıq sualların olması, yəni hətta dolaşıq sualların bəzən də olur, yəni həm müəllimlər, həm şagirdlər tərəfindən də bəyənilməsi, bunlar əslində yaxşı hallar deyil. Sual modellərindəki dediyimiz kimi taksonomiyaya diqqət olunaraq hazırlanan suallarda daha müsbət dəyişikliklərə əldə edə biləcəyik. Müəllim siyasətindəki dəyişikliklərdən və istər müəllimlərin bu təlimləri, müasir metodist layihələri, istər sertifikasiya imtahanları, istər MIQ imtahanları, bunların hər birinin arxasındakı səbəbləri daha yaxşı gördükdən sonra mən düşünürəm ki, tənqidlər də edilə bilər, fərqli fikirlər də səsləndirilə bilər, amma belə bir situasiya yaranıb, ya da ən azından ola bilər ki, mən səhv anlayıram. Hər hansı bir qərar verilir, amma bu qərardan dərhal sonra bizlər sərt şəkildə ancaq o qərarı ancaq sorğulamaq istəyirik və arxasında hər hansı bir deyək ki, bir elmi araşdırma olmadan, tam onun o qərarın nə üçün olduğunu anlamadan ancaq bunun üzərinə fikirlərimizi söyləyirik. Mən düşünürəm ki, təhsil islahatlarının ümumiyyətlə hər hansı bir ölkədə baş verən təhsillə bağlı islahatlarda öz fikirlərimiz olmalıdır, öz müəllimin və yaxud təhsil idarəçilərinin öz fikirləri mütləq şəkildə olmalıdır. Amma bu fikirlər nəyəsə dayandırılmalıdır, nəyəsə əsaslanmalıdır. Çünki çox vaxt bir nəfər çıxır Instagramda və ya sosial mediada ya bəzən müəllimlərin lehinə, bəzən əleyhinə bir şey paylaşdır, çox bəyənilir, çox hə, səsi bağlaya bilərsinizmi? Mən də. Hə, yəni həm bu məsələlərdə biz öz fikirlərimizi ifadə edə bilmək üçün mütləq şəkildə bunlarla bağlı araşdırmalar olmalıdır. Hətta bir neçə araşdırmalar var ki, bunu tezliklə biz elə təhsil idarəçiləri ilə başladacağıq, hansı ki, həqiqətən də ölkə təhsilindən düşünürəm ki, bu araşdırmalar çox böyük töhfələr verə biləcək. Yəni burada da müəllimlərin və yaxud təhsil ekspertlərinin olsun, əsas yəni bu islahatlara qarşı bu islahatları insanlara yaxşı və ya pis deyil, yəni əsas olaraq nələr məqsədlənir, nələr hədəflənib, onları izah etmək olmalıdır. Yəni müəllimin geyimi dəyişir. Hər kəs bir etiraz edə bilir və yaxud oxuyub anlamada bir dəyişiklik olacaq. Hər kəs eyni şəkildə etiraz edir. Sual modellərində dəyişikliklər var, yenə bir etirazlar olur. Yəni hər bir şeyə qarşı ancaq müqavimət göstərib. Belə müqavimət göstərdiyimizdə bunun hansı, yəni ölkədə nəyi dəyişmək istədiklərini, yəni istər Təhsil Nazirliyi olsun, istər regionalların olsun, nəyi dəyişmək istədiyimizi gözdən qaçırmış oluruq və oradan gözdən qaçırdığımız üçün də bəzən biz bunu, yəni o fikri mənimsəmədiyimiz üçün uşağa da öyrətməkdə çətinlik çəkirik. Yəni kurikulum tətbiq olundu, amma illər sonra hələ sual modellərində biz onları dəyişməyə gedirik. Çünki biz orada da bir nəyə lazımdır bu kurikulum, əvvəlki sistem yaxşı deyilmi və s. üzərinə çox fikirlər səslənilir. Yəni bir baxıma müəllimlər vasitəsilə düşünürəm ki, bu islahatlar mənimsəndikdə təbii ki, burada etirazlar, fikirlərini ifadə etmələrindən bir problem heç kimdə görməməlidir. Hətta bununla bağlı Təhsil Nazirliyinin də hər dəfə çıxışları var ki, hər hansı bir əsaslanmış fikriniz varsa, bunları bildirə bilərsiniz. Yəni əsaslanmış fikirlərlə birlikdə düşünürəm ki, bu islahatları mənimsəyərək uşaqları ötürə bilsək, daha sürətli nəticələr əldə edə bilərik. Misal üçün, bu qiymətləndirmə anlayışlarındakı dəyişikliklər əslində bu əvvəldən də var idi, sadəcə üzərinə daha çox düşüldü.
Bunların üzərinə düşməklə inandırıram ki, uşaq övladlarımız daha fərqli yöndə öyrənəcəklər. Yəni hətta mən onu tez-tez nümunə verirəm. Bizdə adətən riyaziyyatda demək olar ki, elə 1-11-ci siniflərin bir çoxunda daha çox tətbiq və yeni-yeni təhlil mərhələlərinə yaxınlaşırıq. Yəni o da ki, bir sual nümunəsinin digəri, yəni uşaqları bir-birini fərqləndirə bilmək üçün də o mərhələdə o qədər yersiz sual modelləri çıxır ki, bu da uşaqlara heç bir şey vermir. Amma uşaq bir riyaziyyat, yəni o uşaqlar gələcəkdə riyaziyyatı harda istifadə edəcəyini, riyaziyyatı harda istifadə etdikdən sonra bunun üzərinə nələri inşa edə biləcəyi ilə bağlı fikirləri formalaşmır. Niyə? Çünki baxın, hər zaman deyirik ki, hətta bununla razılaşarsınız, Azərbaycandan çox güclü riyaziyyatçılar çıxıb. Təbii ki, riyaziyyatçılarımız çoxdur. Dünyanın məşhur universitetlərində işləyənləri də var. Hətta bizim universitet, İstanbul Universitetində də riyaziyyat fakültələrində müəllimlər var idi. Hətta bir neçə universitet də var ki, müəllimlərlə tez-tez də görüşürdük. Amma diqqət etmisinizsə, bizdə ixtira yoxdur. Amma ixtira, bunun üzərinə bir nəyisə inşa etmək yoxdur. Çünki bizim suallarımız daha çox teorik olaraq qalır və yaxud riyazi anlayışımız teorik olaraq qalır. Bunun da əsas səbəbi biz onlara uşaq yaşdan bu keçdiyimiz qaydaları, öyrətdiyimiz mövzuları həyata necə tətbiq edə bilərik? Bunu da yalnız dəyərləndirmə, yəni taksonomiyanın 5-ci və 6-cı mərhələsi ilə öyrədə bilərik. Dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm faydalı bir təlim oldu. Bazar günü də səhv etmirəmsə, bazar gününüzü ayırıb təlimdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkürlər. Varsa suallarınız dinləyə bilərəm. Varsa başqa fikirləriniz, fərqli fikirlər, bunlara da dediyimiz kimi hamısına açığıq. İstəyirsiniz paylaşımı dayandırın.